Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımda model testlərdən 26-cı sualın izahına baxacağıq. 26-cı sualda deyilir ki, n say sistemində A, B, C, D sistemində verilmiş ABC ədədinin rəqəmlərindən 3-ü cütdür və bizə şərt olaraq verib ki, A üstəgələk B üstəgələk C üstəgələk D bərabərdir 19, böyükdür 2n. Və deyir, bu şərti ödəndiyi ən böyük say sistemində. Ən böyük say sistemini deyiriksə, 19 böyükdür 2n'dirsə, o zaman 2n kiçikdir 19, n də kiçikdir 9 onda 5-dən. Bu zaman bu şərti ödəyə biləcək ən böyük ədədimiz 9-dur. Deməli, tapdıq ki, bu say sistemi, yəni ABCD 9-luq say sistemindədir. Və burada deyir ki, ən kiçik ədədir. 9-luq say sisteminin rəqəmləri 0-dan 8-ə qədərdir və ədədimiz 0-dan başlamadığına görə, deməli, birinci ilk yerdə olan A-mız 1-ə bərabərdir. 1 ilə başlayacaq. O zaman necə olar? 1 üstəgələk, B üstəgələk, C üstəgələk, D bərabərdir 19 olacaqsa, B, C, D-nin cəmi bərabər olar 18. Yəni, biz B, C, D-dən 18 almalıyıq. Baxın, yerdə bizə deyir ki, biri təkdir, qalanlar 3-ü cütdür də. Yəni 4 rəqəmlidirsə, biri təkdir, 3-ü cütdür. 3 dənə cüt deyirsə, 9-luq say sisteminin cüt rəqəmləri 0, 2, 4, 6 və 8-dir. Fikir versək, əgər biz B-nin yerinə, yəni ikinci mövqeyimizə B-nin yerinə 0 yazsaq, bu zaman biz digər yerdə qalan C ilə D-dən, yəni 2 dənə C ilə D-dən 18-i ala bilməyəcək. Çünki 2 dənə elə bir rəqəm yoxdur ki, yəni burada bu verilən daha bizim əlimizdə qalan 0, 2, 4, 6, 8-in arasında, yəni biz 2 dənə toplayaq 18 eləsin bizim üçün. Deməli, biz artıq burada ən kiçik dediyinə görə 0-ı yox, ən kiçik olaraq 2-dən başlayacaq. Yəni, B-imizin yerinə 2 yazdıq. B-nin yerinə 2 yazırıqsa, digər C ilə D-nin cəmi olacaq 16. Yəni, biz C ilə D-dən 16 almalıyıq. C ilə D-dən 16 almaq üçün, məsələn, 2-ni artıq 2 ilə 4-dən ala bilmərik, 2-dən 6-dan ala bilmərik, 2 ilə 8-dən ala bilmərik. Yəni, biz 16-nı 6 ilə 8-dən ala bilməyəcəyik və ya da 4-dən 6-dan ala bilməyəcəyik. 6 ilə 6 və ya da 4 ilə 4 olmayacaq. Yəni, bizə rəqəmlərin təkrarlanması da demir. Demir ki, rəqəmlər təkrarlana bilməz. Ona görə deməli, biz digər C ilə D-nin yerinə nə yaza bilərik? 8 ilə 4. Üzr istəyirəm, 8 ilə 8. C ilə D-nin yerinə 8 ilə 8 yazacağıq. Yəni, x də olacaq 8, 8. Deməli, ədədimiz neçə olacaq? 1288 9-luq say sistemində. Cavabımız 1288. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.